Prezident İlham Əliyev sosial müavinətlərin, prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğinin artırılması, bununla əlaqədar bəzi fərmanlarından və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bu mövzunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil Şöbəsinin müdir müavini Elnur Ələkbərovla birlikdə müzakirə edəcəyik. Salam Elnur müəllim, xoş gördük sizi. Salam, xoş gördük. Ümumiyyətlə, öncə bundan başlamaq istəyərdik ki, bu artım əhalinin sosial rifahına necə təsir göstərəcək? Çox sağ olun dəvətiniz üçün. Ümumiyyətlə, mən istərdim suala cavab verməzdən əvvəl biraz, belə deyək, 2024-cü ilin sonuna səyahət eləyək. Çünki bildiyiniz kimi 2024-cü ilin dekabr ayında Cənab Prezident tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında sərəncam imzalanmışdı. Və bu sərəncam, deməli, hədəfli sosial siyasətin davam etdirilməsi sahəsində növbəti strateji addımlardan biri idi və bu sərəncamla 5-ci sosial islahat, belə desək, paketinin icrasına başlanıldı və bu sosial paketin, 5-ci sosial islahat paketinin icrasının birinci addımı olaraq, bildiyiniz kimi, cari ildə 2025-ci ilin yanvar ayının 1-dən minimum əmək haqqı 400 manata çatdırıldı. Eyni zamanda fevral ayının 1-dən minimum pensiya məbləği 280 manatdan deməli 320 manata çatdırıldı. Həmçinin deməli bu paket, sosial islahat paketi çərçivəsində 700 min şəxs minimum əmək haqqının artırılmasından faydalandı. Eyni zamanda 1,1 milyon pensiyaçı isə deməli pensiyaların artımından faydalandı. Eyni zamanda deyə bilərəm ki, və 2025-ci ilin yanvarın 1-dən artıq bütün növ pensiyalar indeksləşdirilərək 8,1% artırılmışdır və sizin də vurğuladığınız kimi, Cənab Prezidentin dünənki sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı deməli, fərmanı bir növ sosial islahat paketinin, yəni 2024-cü ildə qəbul olunmuş sərəncamın ikinci addımı və yaxud belə desək, tamamlayıcı addımı olaraq deməli, xarakterizə edə bilərik və bu artımlar təbii ki, əhalinin sosial rifahına real və birbaşa təsir göstərir. Çünki xüsusilə az təminatlı təbəqələr, əlilliyi olan şəxslər, deməli, çox uşaqlı analar, valideynlərini itirmiş uşaqlar və valideyn himayəsindən məhrum olmuş uşaqlar və bu qəbildə olan sosial qruplar bu artımlardan birbaşa olaraq faydalanır və bu artımlar özlüyündə bu ailələrin gündəlik tələbatların ödənilməsində, həmçinin o insanların sosial təhlükəsizlik hissinin və gələcəyə inamının artmasında mühüm rol oynayır. Bir məsələni də soruşmaq istəyirəm. Son artımlar dövlət büdcəsinə nə qədər maliyyə yükü gətirəcək və bu yük necə kompensasiya olunacaqdır ümumiyyətlə? Bəli, əgər biz nəzər salsaq, 2025-ci ilin dövlət büdcəsi qəbul olunan zaman, orada sosial xərclərin payı, deməli, ümumi büdcə xərclərində 41% təşkil etmişdi. Hansı ki, biz biraz da əvvələ qayıtsaq, 2019-cu ildə demək, ilk sosial islahat paketi qəbul olunan dövrdə bu sosial xərclərin, büdcə xərclərində payı 32% idisə, artıq bu 41%-ə çatıb və yəni bu artımlar artıq büdcədə nəzərə alınmışdır və büdcə parametrləri deməli nəzərdən keçirilərkən bu sosial artımlar təbii ki, nəzərə alınmışdır və bu sosial artımlar təqribən ümumiyyətlə bu sosial islahat paketi illik 1,4 milyard vəsait, yəni bu sosial islahat paketinin maliyyə tutumu 1,4 milyard vəsaitdir. Bəs ümumiyyətlə bu artımlar inflyasiyaya necə təsir göstərə bilər?
Ümumiyyətlə biz əgər belə desək, əvvəlki minimum əmək haqqı və minimum pensiyanın artımına nəzər salsaq və həmin deməli 2024-cü il dekabr ayındakı sərəncamla vahid tarif cədvəli üzrə də əmək haqqılar artmışdı və bu artımlar təxminən 14-15% civarında idi və dünənki fərmanla əgər biz baxsaq, dünənki fərmanla yəni iyulun 1-dən 2025-ci il iyulun 1-dən olacaq artımlar 10-50% aralığındadır. Və təbii ki, bu deməli artımlar əhalinin xərcləmələrini artırır. Bu da xərcləmələrini artırır, daxili tələbatı artırır. Baxmayaraq ki, inflyasiyaya təsir ola bilər, lakin məhduddur və nəzarətdədir. Çünki nəzərə alsaq ki, yenə qayıdım büdcə parametrləri nəzərə alınarkən 2025-ci ildə inflyasiya səviyyəsi məqbul səviyyədə olması gözlənilir, hardasa 4-5% civarında və nəzərə alsaq ki, bu artımlar 10-50% aralığındadır və hədəf də bundan ibarətdir ki, yəni bu artımların real gəlirlər nominal qiymət artımından aşağı olmasın, əksinə üstələsin və faizləri da müqayisə eləyəndə biz bunun əhalinin real gəlirlərinin artırdığının şahidi olacağıq. Aydındır. Bəs pensiya və müavinətlər artımları uzunmüddətli fiskal dayanıqlığı üçün risk yarada bilərmi? Əgər yaradarsa, hansı tədbirlər görülməlidir? Bunun qarşısı necə alınmalıdır? Ümumiyyətlə, qısa və orta müddətli dövrdə heç bir fiskal risk yəni yaratmaz bu. Amma uzun müddətli dövrdə əgər biz baxsaq, əhalinin yaşlanması, pensiya xərclərinin çoxalması fiskal çağırış yarada bilər. Lakin 2022-26-cı sosial-iqtisadi inkişaf strategiyasında pensiya təminatı sisteminin maliyyə dayanıqlığı ilə bağlı konkret tədbirlər nəzərdə tutulub ki, yəni bu tədbirlər deməli ciddi şəkildə icra olunur və yəni bu tədbirlər ciddi şəkildə icra olunur və qısa müddətli və orta müddətli dövrdə bu risk yoxdur və bu uzun müddətli dövrdə gözlənilir. Uzun müddətli dövrdə bəli, çağırış kimi ola bilər. Bu da təbii ki, əhalinin yaşlanması şəraitində və bunun üçün də sosial sığorta ödəyicilərinin bazasının genişləndirilməsi, həmçinin deməli sosial sığorta sistemində optimallaşdırmanın aparılması, yəni bu kimi təhlükəsizlik tədbirlərinin görülməsi təbii ki, uzun müddətli risklərin qarşısını ala bilər. Və mən istərdim bir deməli statistika hesablama nəzərə çatdırım ki, ümumiyyətlə belə deyək, pensiya təminatı sisteminin maliyyə dayanıqlığına təsir edən elementlərdən biri aktiv, pasiv sığorta olunan nisbətidir. Bu da deməkdir ki, pensiya sisteminə deməli aktiv töhfə verən, yəni sistemə ödəyənlərin və bundan faydalananların, yəni pensiyaçıların nisbətinin beynəlxalq təcrübədə təxminən məqbul səviyyəsi 2 səviyyəsindədir. Amma Azərbaycanda isə biz hesablamalarımıza görürük ki, bu səviyyə 4, hətta 5-dən yuxarıdır. Yəni bir pensiyaçının pensiyasının ödənilməsində təqribən 5 deməli sığorta olunan iştirak edir. Aydındır. Bəs artım qərarı hansı iqtisadi göstəricilərə əsasən verilir? Belə olan halda məsələn? Təbii ki, artımı şərtləndirən amillər və hansı bunlar qərarlardır. Ümumiyyətlə, biz baxsaq 2024-cü ildə ümumdaxili məhsul deməli 4,4%-dən çox artıb və bu artımın da əhalinin sosial rifahına istiqamətləndirilməsi təbii ki, mühüm addımdır və mühüm addımlardan biridir və 2025-ci ilin deməli büdcə parametrləri layihələndirildiyi zaman ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi nəzərə alınıbdır. Eyni zamanda iqtisadi artımın təqribən
3.5 səviyyəsində olacağı nəzərə alınıbdır. İnflyasiyanın məqbul səviyyədə olacağı nəzərə alınıbdır və bütün bunlar və dediyimiz kimi 2024-cü ildə deməli 2024-cü ildəki ümumdaxili məhsulun deməli artması bütün deməli bu artımı şərtləndirən, eyni zamanda dediyimiz kimi əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndirilən addımlardandır. Azərbaycanın postpandemiya və postmüharibə dövründə sosial xərcləri artması hansı strateji iqtisadi məqsədlərə xidmət edir? Ümumiyyətlə belə desək, yəni bu artımlar başqa sözlə 5-ci sosial islahat paketindən əvvəl də, yəni istər minimum əmək haqqı 2022-ci ildə deməli 250 manatdan 300 manata qaldırılıb, həmçinin deməli minimum pensiya məbləği 2022-ci ildə artırılıb. Yəni bu deyə bilmərik ki, bu artımlar postpandemiya dövründən və yaxud müharibə dövründən bəri heç bir artım olmayıbdır. Təbii ki, bu artımlar əvvəl də var idi. Dediyim kimi minimum əmək haqqı və minimum pensiya 2022-ci ildə də artırılmışdı və təbii ki, bu artımlar deməli birincisi əhalinin sosial sabitliyinin təmin etmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Eyni zamanda inklüziv və sosial ədalət prinsiplərini möhkəmləndirmək, başqa sözlə desək, yəni heç kəsi arxada, kənarda qoymamaq deməli kimi strateji məqsədlərə xidmət edir. Eyni zamanda ailələrə sosial müdafiənin işləkçiliyini, həmçinin hər zaman deməli cənab prezident də öz çıxışlarında qeyd edir, Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları dayanır və başqa sözlə sosial deməli dövlət modelinin praktikada belə desək tətbiq olunduğunu göstərir. Aydındır. Bir məsələndə soruşmaq istəyirəm. Regionlar üzrə təqaüd və müavinət artımlarının iqtisadi təsirə necə fərqlənə bilərmi bunlar? Məsələn, bölgələrdə sosial bərabərsizliklə mübarizədə hansı təsirlər göstərə bilər? Ümumiyyətlə, hesab edirəm ki, regionlarda bu artımların təsirləri daha güclü ola bilər. Ona görə ki, sosial ödənişlər, məsələn, bəzi bölgələrdə əhalinin, belə desək, deməli, ev təsərrüfatlarının büdcəsinin əsas hissəsini təşkil edə bilər ki, yəni onlar bu sosial müavinətlərin artması, onların deməli, alıcılıq qabiliyyətinin yüksəlməsinə, xərcləmələrin artmasına, eyni zamanda dolayısıyla olunan iqtisadi aktivliyin artmasına gətirib çıxara bilər. Bəli. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm sizə. Qeyd edim ki, biz Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncam əsasında müavinətlərin və təqaüdlərin artırılmasından danışdıq. Qonağımız isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil Şöbəsinin müdir müavini Elnur Ələkbərov idi. Bununla da Orta Gün bu həftəlik işini yekunlaşdırdı. Sağ olun.